İşçilərə bülletin pulu tam həcmdə veriləcək işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət 2026-cı ilin may ayından etibarən tam həcmdə veriləcək. Söhbət çoxlarının bülletin pulu adlandırdıqları ödənişdən gedir. Belə ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib. Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, dəyişikliyə qədər qanunvericilikdə sözü gedən müavinətin tam şəkildə ödənilməsi hər kəsə şamil olunmurdu. Əvvəllər belə bir sxem var idi ki, sığorta stajından asılı olaraq müavinət 60-i, 80-i və 100-ciyə qədər hesablanırdı. İndi qaydaların 216-cı bəndinə əsasən, bu 100 həcmində bütün sığorta olunanlar üçün ödəniləcək. Dairə media bildirir ki, qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət azı 6 ay iş stajı olan şəxslərə şamil edilir. Müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 gününə görə müavinət işə götürənin vəsaiti hesabına ödənilir. 14 gündən çox olan hissəyə görə ödənişi Dövlət Sosial Müdafiə Fondu qarşılayır.